Divar qəzetinin hazırlanması. Buna görə də müəllim bizə tapşırıb ki, divar qəzeti hazırlayın. Mən özüm Polad Həşimov haqqında məqalə yazmışam. Mən adət fərq etmişəm. Gəlin oxuyaq. Polad Həşimov, Polad İsrail oğlu Həşimov, 2 yanvar 1975 Tovuz rayonu 1-ci Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşləri iştirakçısı, Azərbaycan milli qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandir müavini, qərargah və rəisi, 2017-2020-ci Tovuz döyüşlərinin şəhidi Polad Həşimov. Mən şeir güşəsi haqqında yazmışam. Zəfər bizimdir, bizim qəlbimiz dönür dağa, yollar bizi əhalır, biz gedirik Qarabağa. Mən Hikmət qəzetəsi haqqında yazmışam. Zəfər alətin təntənəsidir, zəfər igidin alın təridir, zəfər haqqın nəsibidir. Mən 8 noyabr Zəfər günündə yazmışam. Mübariz İbrahimov haqqında yazmışam. Mübariz İbrahimov şəxsi məlumatlar, doğum tarihi 7 fevral 1988, doğum yeri beləsi var, vəfat tarihi 19 iyun 2010-cu il 23 yaşında, vəfat yeri Çaylı Tərtər rayonu, Azərbaycan, dəfn yeri 2-ci Fəxri Xiyabanı, vətəndaşlığı Azərbaycan, atası Akçarəli İbrahimov 1956-2004-cü il, anası Şamama İbrahimov hərbi fəaliyyətinə Suriyyət, Azərbaycan ordusu qoşun növü, quru qoşunları, xidmət illəri 2007-2010-cu il, nüqtəsi çizir. Mən ayın xəbər yazmışam, noyabr 8-də Zəfər günü qeyd etmişdir. Uşaqlar, gəlin divar qəzetini hazırlamağa başlayaq. Gəlin kitabdakı qaydaları düzək. Gəlin,